sirləri nədir bax bu uzun ömürlülüyün? 100 yaş az yaş deyil də. Alalarım, Allah canları salamat eləsin. İndi məni qocaltdı, bu qocaltdı, bunun xəstəliyi. Yoxsa nə demişəm, onunla gediblər. Onlar nə deyib, mən də baş üstə. O Üzeyir, bu evin yiyəsi Üzeyir. Deyir, Allah nənə səni bizə çox görməsin, bizi səhər. Onun gecə günü duası odur. Nənə canı, nə özü də pəhrizə eləməmişəm, nə xoşum, ancaq ki, elə az yemişəm, yeyə bilmirəm o qədər. Gücünə yedizdiriblər. Da pəhriz eləyim, onu yeməyim, onu eləməmişim, elə belə gəlmişim. Belə gəlmişim. Burada asibiliyyətdə yoxlamaya zada fikir verməyə gəlirik. Ağsaqqal kişi elə sənin kimi o, misal səndən yaxşı olmasın. Deyir, nənə başa dönüm, Allah səni bizim başımızın üstündə burada nəslik eləməsin. Bu həyatda nəslik eləməsin. Hə, deyirəm, sağ ol. Deyir, nənə fikir verirəm, bir ay qaldı da burada. Dedi, fikir verirəm, balaların nə deyir, deyirsən baş üstə. Balalar, sən onlara bir-birinizə belə gəzmişəm, belə ana-bala görməmişəm. Hə. Harada işləyib, eləyib demişəm, gündə 3 dəfə bəzən yeyirəm. Ailədə necə söz-söhbət olmamış ailə olmur. O söz-söhbətləri necə həll edirsiniz? Necə onun öhdəsindən gəlirsiniz? Bəli, nənə canı. Burada oturan o gəlinim, uşaqlarının başına belə-belə vurdu. Davam o idi. Davam o idi ki, qaynatası da deyir, hirslənədə, arvad hirslənir, uşağı vuracaq, adı vurana mən. Deyirəm, əgər bunlara vursam bişirlər. Bu əlim çolaq olsun, belə balı saxlamışım. Bu da indi bu günə qalıb. Boynun sığsın desəm, dilim lal olsun. Belə balı saxlamışım. Gecə səhərəcər, indi onlar yadımdan çıxıb, boyatı demişəm, yatızdırmışam. Hamısın. Neçə yaşınızda həyat yoldaşınız dünyadan köçdü? 60 yaşında getdi. O gedib ata-baba olub. Övladınız. Hamısını evləndirib, hamısını oxudub, həkim eləyib, müəllim eləyib, hamısını. Oğlanlarımın hamısını. Bax, indiki gənc ailələr, belə deyək də, daha çox boşanmaya meyillidirlər də. Can. Yola getmirlər, deyirlər, xasiyyətimiz üst-üstə düşmədi. Bax, belə ailələrə nələr tövsiyə eləyərdiniz ki, uzun ömürlü olsun o ailə? Nədə gənc ailələrə tövsiyəniz nədir? Nənə canı, o qabaqlı kişilərdən heç ki kişi yoxdur. O kişilərdən yoxdur indi. Kişilər də azğındır. Pis yola gedir, arvad da balaşır. Hə. Yox. Mənim Allah tərəfi. Və qaynənə gəlin münasibətləri. Belə yaxşı. Hazırda da daha çox gənc ailələrdə olan gəlinlər deyirlər ki, biz ayrıda yaşamaq istəyirik, qaynənə ilə yaşamaq istəmirik. O tip gəlinlərə nələr tövsiyə eləyərdiniz? Gəlinlə qaynənənin bir yerdə olmağının üstünlükləri nədir? Bax, mənim gəlsən görərsən də, mənim gəlinlərimin 5 dənədir, 5-inə də canım qurban. Allah verib mənə oğlu, yad qızın gətirmişəm. Qızlarımı da vermişəm yad oğluna. O yerəcən oğlumu saxlamışam, indi saxlaya bilmərəm, axı bir ki, böyüdü. Vermişəm yad qızın əlinə. Allah canları salamat eləsin, yeməyin, içməyin, balım, paltarım. Yox, Allahdan da razıyam, balalarımdan da razıyam. Mənim yoldaşım elə adlı sanlı idi, rəhmətlik. Allah rəhmət. O gələn elə gələr, direktor, ondan sonra kolxoz sədri deyərdi ki, kənd seveti zadı, gəlib ondan oturardı, gecə yeyərlərdi, içərlərdi. Gedər, məni işə bir dənə arvad qoymazdılar, evdə qala. Məni işə yox, məni işə aparmazdılar, evdər. Misal, əkin tökün olardı. Qalxozun əkin tökünü qarolçu verərdilər o kişimi. Misal, uşaqlar qaçıb heyvan girməsin, belə. Mədəni dolanmışam, indi də.
Həyatınızda ən çox sizi sarsıdan hansı hadisə olub? Sizi əzab verən hadisə hansı hadisə olub bu 100 il ərzində? Ataları getdi, da bilmədim ataları yetimdir ya nədir, onu bildirmədi. 8 olmuşu, 5 oğlan, 3 qız. Mən işləmişəm. Voyenlidə də işləmişəm. Sovxozda da işləmişəm. Hər şeyi özü pişirib, özü ailədə özü pişirib hər şeyi. Ailəni də idarə eləyib. Heç kim hiss eləməz. Hər şey bu özü eləyib. Bunsuz heç də eləyəməzlər. Heç kim bunsuz heç eləyəməzdi. Yeməkdə bununu qoydu, içməkdə bununu qoydu. Bazara getməkdə. Heç kim bazara getməzdi. Bazara bu gedərdi. Nə lazımdı bu gedib alardı. Bəs atanızı itirdikdən sonra da ailənin ağırlığı ananın üzərində qalıb da? Ananın əvi üzərində qalıb, amma mən idarə eləmişəm. Böyük olaraq sizlər eləmişsiniz. Biri ali təhsil həkimdir. Biri müəllimdir. Biri bu üzər yurfaqda qutarıb. Ondan sonra magistraturanı qutarıb. İndi Dubayda işləyir, Moskvada da qalır, Dubayda işləyir. Mən bir dənə haqq hesab bilmirəm. Nə olub, bunda olub. Bizə nə lazım bu verib. Uşaqları evli. İndi deyirlər ki, gərək özü istəyə oğlan. Özü istəmək yox, bunların dövründə yox idi. Gəlirdilər elçi, dedi, nənəm bilir. Nənə qabaqdan aşırı pişirmişdi də, həqiqətən. Nənəm bilir, hə, bilir. Verdikləri qızları da, baxda var, hamısı vəzifə yarısı. Bakıda, Orusiyyətdə qızları, oğlanları, Allah saxlasın. Bu da işçi olub, yoldaşı da. Mən bu əllərimlə, mən sağ, dəvələrim başıma deyir. Gəl, bax, indi mən özümü loğalıq eləmirəm, hər şey araya. Xoşum gəlir, bəyəm verəm, filan, bəs bir şey. Gəlin işi, bəyəm, qızı da gəlin. Deyirəm, başadır, da onunla yaşam da, gəlir, bunu eləmirsən. Deyirəm, sən get hayatı süpür, o birisinə bax, bu birisinə bax. Mən özüm eləyəcəm, hamısını. Bax, gecə yatarlardı. Hamardan, işdən, gücdən. Gecə suyu yardım, gecə qayrardım. Canıma yatmır, canıma yatmır. Elə indi bir saatda. İndi bir saatda ged evimə, eşiyimə bax, hamısından yaxşıdır. Atam yaxşı. O da tək oğlan olub. Bəzi Qurliski deyirlər, bəzi Çar. Orada işləyib. Tayfanı dolandırıb, aclıq olub, susuzluq olub, əvrəti, milləti, hamısını. Ailədə neçə uşaq olmuşsunuz siz? Nə bilim, 3 bacı olmuşuq, çox ölüb. Bir qardaşımız var idi, 3 bacı. Bax, uşaqlığınız necə keçdi, necə dolanırdınız? Yaxşı, Çətin bir dövrdə doğulmuşsunuz da siz. Yaxşı. Nə orada korluq çəkməmişim, nə burada. Bura gəlmişəm, yaxşı dolanmışıq. Kasıblıq çəkməmişim, görməmişim. Bax, öz həyat yoldaşınızla ailə qurmağınız necə oldu bəs? Bax, necə gördünüz, necə bir-birinizlə tanış oldunuz? Yoldaşlığı bilmirəm, ancaq birini, o vaxtın anlamazlığı demir. Deyiblər, qalıb belə, heç bilmirəm. Evdə, orada olurdu da, Zol, dayısının əvidir. Zol elə orada. Atam kostyum alanda o adı alardı, toflu alanda o adı alırdı, bala kimi. Oğlu yox idi, sonradan oldu oğlu, atamın. Oğul kimi. Sonra... Həyat yoldaşınız sizlə evlənməmişdən öncə müharibədə iştirak edib. Ondan sonra bir kez zadı oldu, bu oylandı bu.
Onu atam getdi 10 dənə saldatı. Gecə hamısını yedirtdi, içirtdi. İndi qırğın idi dənə gündə yığıb aparırlardı. Müharibəyə. Hə. Bir də mənim yoldaşım da onun içində, əmisi oğlu da onlarla. Onlar zad getdilər. Onlar hərə bir evindən eşiyindən getdi. Bunlar da öz evindən eşiyindən getdi. Getdi harada? Dedi Danlı bastı haradı. Orada təyin oldular. Rusiyyatı nə bilim. Danlı bastıqda deyir, orada deyir, elə belə saldatlıq çəkdik. Əmisi oğlu ölüb, öldürüblər. Aha, müharibədə. Hə, müharibədə ölüb qalıb. Bu vaxt keçib də dövr eləyib, bunu buraxıblar gəlib. Bir-iki dənə adam gəldi. Tək qalmışdı, heç kişi yox idi. Gəldi, misal 3-4 ildən sonra mən də Əmrəzaya gəldim, məni köçürdülər, getdilər. Getdilər, elə belə dənə. İndi eləsi, hesabı götür. 5-6 il uşağım olmadı, sonra bununla qabağı bir dənə oldu. 7 yaşında öldü. Nədən dünyasını dəyişdi həmin o 7 yaşında ölən? Hə? Nədən dünyasını dəyişdi o 7 yaşındakı uşaq? Hə, elə belə qəfilcən, elə belə. Toyda zətdə oynadı, nəfəsdən, nəminədən gecə gəldi. Ümumilikdə neçə övlad dünyaya gətirmisiniz? Neçə övladınız olub? Neçə dənə, 3 dənə oğlan ölüb. Ondan sonra Allah saxlasın 5-i qalıb. 8 övladınız olub ümumilikdə.